iradəsi güclü olan insanlar var. Onlar da sağalacaqlar Allahın izni ilə. Allah səndən də razı olsun ki, sənə kimi Azərbaycan oğulları var. Mənə kimi xəstə olub. Xəstələrə siz kömək edirsiniz, dəstək olursunuz. Rəşad, sənin Fuad müəllimdən çoxlu salamlar var. Bilməm, tanıyırsan, tanımırsan. Fuad müəllim yazırlar. Fuad müəllim çoxdur. Fuad müəllim var. Polis əməkdaşıdır. Fuad müəllim çoxdur, tanışıq var. Deməli, dostlar, onu da qeyd edeyim ki, Rəşad bugünkü gün ilk günüdür. 1-2 saatdır gəlib reabilitasiya mərkəzinə. Hansı ki, bu mərkəzdə, bu ocaqda, bu müqəddəs yerdə, bax, bizim Vüqar qardaşımız, Totu qardaşımız, hamısı təmənnasız, pulsuz müalicə alıblar və buradakı qardaşlarımız da 12 addım reabilitasiya mərkəzində müalicə alıblar, ayıqdılar. 4 il birindədir, 3 il birindədir, 2-ci il birindədir. Bunların da hamısına təşəkkür. Başda Əkbər müəllim olmaqlandır. Əkbər müəllim öz belə deyim də idmançıları yığır bura. Allah canını sağ eləsin. Təşəkkürlər var. Murada salam deyin. Murad hansıdır? Murada salam deyin. Bilmirəm kimdir. Hə. Deməli Rəşad, səndən qabaq 3-4 ay bundan qabaq bir qardaş getmişdik. Qalmadı burada, çıxdı getdi. O da Surokda olmuşdu. Çıxdı bizim dalımızdan çox şey danışdı. Səndə nətər olacaq, ay Rəşad? Valla, mən özümə hörmət edən insanım. Mən durub kimisə dalıca danışmaqdır, kimisə haqqına girməkdir. Mən də ola bilməz. Ona görə ki, mən xarakterimi mən özüm yaxşı bilirəm ki, mən kimsə mənə yaxşılıq eləyər, mən onu durub çöldə çıxam, danışam ki, o mənə pis olur, elə bir şey ola bilməz. Bir də qaldı o sosial şəbəkəyə mən girən deyirəm, nə də durub artıq əski danışan insanlardan deyirəm. Dünənlərim videonun altına yazıblar ki, bunu paylaşmışam, amma TikTokda hamı paylaşır. Yazıblar ki, növbəti TikToker gəlir. Mən də deyirəm onu. Orada tanış adamlar çıxıb deyir, sən məşhurlaşasın. Deyirəm, valla yox, mənə ehtiyac yoxdur da mən məşhurlaşmıram. Mən idmanda olmuşam, mən sadəliyimlə seçilmişəm. Heç kimə qarşı durub artıq əski hərəkət eləməmişəm. Hara gedmişəm, baş aşağı. Ən azından qurban olmaq, düzdür, narkotiklə özümə ziyan vurmuşam. Heç kim deyənməz ki, Rəşad bu yaşa çatıb kiməsə bir şərəfsizlik edir, bir qadına, qıza, gəlinə, ömür boyu baş aşağı gedib gəlmişəm. Dayda düzdür, tutulmuşam, xuliqanslığı ilə tutulmuşam. Görmüşəm qadına qarşı metroda da haqsız orada da haqsızlıq edib ona. Kiməsə ziyan vurmaqla olmuyor. Ziyanı vurmuşam evimə, ailəmə vurmuşam ziyan. Əvvəlim belə olmayıb. Şükür Allah, indi əvvəl tanıyanlar tanıyıb. İndi durub çox adam bir də görərsən artıq əski yazsa da yenə də Allahları bilər, özləri bilər. Mən Azərbaycanda heç kimə pisiyim. Düzdür, yalan danışmışam, narkotik eləyəndə kimisə aldatmışam, kiməsə ziyan vurmuşam, nə mənada, yalanla durub kimisə belə çıxmasın. Ailəsinə, kimisə evinə ziyan vurmamışam, öz evimə ziyan vurmuşam. İndi şükür Allahın məsləhətinə yəqin ki, sağalaram. Biri yazıb ki, mənim telefonumu oğurlayıb. Fayda da var. Ha? Oğuramısan başda? Ay yox qardaşım, nə telefon? Ha? Fuad, sənin müəllimin yazırlar ki, Rəşadın müəllimi Fuad. Salam deyir sənə. Hə, ola bilər. Moskvada da bir yerdə olmuşuq. Bir yerdə işləmişik. İndi dostlar, daha geniş video Rəşad yenə danışacaq maraqlı söhbətlərindən, bu həyat hekayəsindən. Birinci hissəni paylaşmışam, ikinci hissəni də YouTube'da paylaşacağıq. Gəldiyi reabilitasiya mərkəzini siz də görəcəksiniz. İnşallah ki, Rəşad bizim fəxrimiz olar. Reabilitasiyanın, belə deyim də, üzünü ağardar. Nail, bu uşaq mənim dostumdur, çox mərifətli oğlandır. Yazıblar. Canlını da ona görə açmışam ki, dostlar, Rəşad haqqında nəsə fikirləriniz, pis, yaxşı varsa yazın. Bunu tanıyanlar biz tanımırıq. Bu reabilitasiya mərkəzində buna əziyyət çəkməyə dəyər, yoxsa yox. Bu Təbriz bizim üçün dərs oldu bir. Vallahi Təbriz bizi başımıza oynaşdı. Ona görə
Hər şey yaxşı gedirdi. Bir dənə o telefon oğrama söhbəti. Olur da yəni. İkinci hissəni sabah paylaşacağıq. Bəli, dəyər. Neçə yaşı var qaqaşın? 38. O gözəl qardaşdır. Rəşad inşallah tez sağ, yaxşı adamdır. 88 sənə. Hə, təbii. Nurlu oğlandır. Biləcərdə məşq keçirdi. Yaxşı oğlandır. Dəyər, gözəl insandır, yaxşı adamdır. Tanıyırlar ya qardaş. Harda olur? Bəli, dəyər, gözəl. Biləcərdə qalırdın da sən demək olar, hə? Biləcərdə işləmişəm 10 il. Hı? 10 il işləmişəm Biləcərdə. İndi Şuvalanda qalır. Qonşundur. Lokomotivdə yoxsa Yox, o taydı. o çayda da lokomotivdə də. Bizdə lokomotiv getmirdi də. Deməlidir, yazırlar ki, Nağarib qardaş. Qardaşımız güləş üzrə, sərbəst güləş üzrə 20 hə? Klassik. Yunan-Roma güləşi üzrə peşəkar hakimdir. İdmançıdır. Tələbələri var, dünya çempionudur bugünkü gün. Düz deyirəm? Yox, dünya çempionu olmamış. Tələbələrim olub dünya çempionu. Hədə tələbələri deyirəm. Hazırladığın tələbələr dünya çempionudur, çempionları hazırlayıb. Amma heyf düşüb narkotika görə belə deyim də pis vərdişlərin qurbanı olub. Üzündən nur yağır yazırlar. Bu Türkanın Turalını tanıyır. Ha? Bu Turkaya baxdı. Bu Turkanın mahnısı da var, YouTube-da. Türka, yəni türmə. Ən ağır türmədir də Rusiya. Vaşım SNG-dir. Hə, Rusiyanın 5 dənə ağır türməsi varsa, onların içində biridir bu Turku. Orada olmusan ha? Bu Turkada birinci olmuşam Krasny Presk türmə var. Ən ağır türmə. Oradan sonra perevod ediblər bu Turkaya. Bu O da Turka. bir fəxirdir, düzdür. İndi Prosta həyatdır da, apardı, satdı oralara. Heç kim sığortalanmayıb Əlbəttə. həbsxanadan, türmədən, cinayətdən. İraq olsun. Yol gedə-gedə maşında da sən cinayət törədə bilərsən. İraq Allah heç kim qapısını salmasın ora, yolunu salmasın. Orada olanların da Allah qapısını açsın. Prosto ki belə deyim də, həbsxanaya girib oradan üzü ağ, alnı ağ çıxmaq hər oğlanın işi deyil, hə? Sənə bir dənə söz deyim, qəribəsi orasında idi ki, mən məsəl üçün 20-21 yaşında özümə oranı arzulayırdım. Oranı görmək istəyirdim, maraqlı. İndi neçə yaşın var? İndi 35. Peşman olmusan həmin o düşüncələrə görə. Məndə də var idi o şey. Deyirdim mən Özümə arzulayırdım ki, gedim görüm, maraqlıdır da. Orada Ozan yaşamışdım. nədir sən tutulmuş. Gəldi 32 yaşında qismət oldu. O da ki, Cavanlıqdan lazım deyil. Lazım Lazım deyil. ki, girim çıxım bir dənə görüm, oranı görüm, nə atmosfer verir orada, amma Rəşad neçə il namaz qılmısan? Sual verirlər ki, namaz əhlidir. Vallahi mən evdən 14 yaşımdan başlamışam, məşədə getmişəm. Onda heç Azərbaycandan az yaşlı ziyarətə gedən yox idi. Mən gedən periodda. Mənim ətrafım hamısı şükür Allah baxırsa Hacı Qürbət qardaşımız var, indi Axunddur, Röşbatanın. O mənə hazırlayıb idman ilə namaz qılmışıq. Ondan sonra bu narkotika qurşanandan sonra namaz mənə atıb. Tərk edib namaz. Ona görə ki, şeytan əməli ilə Allahın yolu düz bir gəlmir. Ancaq belə ömür boyu qəlbim olub ki, namaz qılan adam görəndə, sonra bu ibadət edən adam görəndə özüm utanmışam. İndinin özünə kimi. Sizə qoydu onu qardaşımsan. Bir 12 il namaz qılmışam. 12 il. Bəli, bütün. Bura soruşurlar hansı reabilitasiya mərkəzidir. Bura dostlar 12 addım reabilitasiya mərkəzidir. Yazılıb orada görürsüz. Əkbər müəllimin rəhbərliyi elədiyi narkomaniyadan, alkoqolizmdən, oyun asılılığından əziyyət çəkənlərin müalicə aldığı yerdir. Gözəl yerdir. Artıq Əkbər neçə vaxt bir yerdə dostluq, qardaşlıq, əməkdaşlıq eləyirik. Uzun müddət fəaliyyət göstərir, böyük nəticələr əldə eləmişik. Mənim 4 ildir ki, Elə ilk nəticələrdən biri Əlidir, Babəkdir. 4 il, 3 il, 2 il, Vüqar, Çeçen, Totu da 3 ildir, amma 2-3 dəfə gedib, sırf eləyib. Və növbəti mərhələ sənin mərhələndə, ay Rəşad. İnşallah.